Salam əziz tamaşaçılarım, əziz dodo sevərlər. Hər birinizi salamlayıram. 13 iyul tarixində Mətbuat bayramımıza biraz qaldı. Vaxt ayın 22-si Azərbaycanda mətbuatın 151 illiyi qeyd olunur. Bizim də 9 yaşımız olacaq. Və bununla sizə şad xəbərim var. Azərbaycan nəşriyyatında hal-hazırda yeni binasında 5-ci mərtəbədə otururuq, yer almışıq və bu günləri necə ki orada axırıncı dəfə köçdüyümü sizə göstərmişdim. Bu gün də sizlərlə kabineti göstərəcəm və neçə gündür ki, ayın birindən burada cəmfəşanlıq eləyirik və burada mənəvi və maddi yardım göstərənlərə də özlərinin təşəkkürümü bildirirəm. Yoldaşım mənə çox yaxından kömək eləyir, mebellərin bura daşınmasında, quraşdırılmasında, kitablara qədər. Yəni, hətta yenə də bəzi işlər var ki, görülməlidir. İndi hal-hazırda bunlarla da məşğuluq. Bu günləri otağı sizə göstərəcəm. Gözəl bir yerdə, yenə də metroya lap biraz yaxın yerdəyik. Göstərim sizlərə həm otağı, həm də belə. Baxın, görün, bu dəqiqə Bakı Dövlət Universitetinin yaxınlığı görünür və otağı da sizə göstərim. Beləcə bir şəkildə düzəltmişəm. Gəlib tanış ola bilərsiniz. Yəni, yuxarıda belə görsədim. Yəni, buradan da yavaş-yavaş belə bir şəkildə oturduğumuz otaq. Qapıdan girən kimi belə düzəltdim. Çünki otaq 17 kvadratdır. 17 kvadrat, bir kvadratını 20 manata verilir. Yəni, ödəniş ayın 1-dən 5-ə qədər ödənişməlidir. 4 dənə böyük pəncərə var idi ki, karniz almağı məsləhət belə oldu ki, ziyan olmasın deyənə. Köhnə dədə-baba qaydası ilə belə şeydik və buradan da göstərim ki, biz akademiyanın üzbəyüz bir yerdəyik. Çox gözəl yerdir, çox gözəl məkandadır. Yəni, həmişəki kimi belə şəhərin mərkəzində eləcə və yerləşmişik. Əzizlərim, əziz dodo sevərlər, yazılarınızı, şeirlərinizi və nəysə sualınız varsa gələ bilərsiniz və burada internetdə hal-hazırda var. Beləcə gözəl düzəltdik və bizim oradan da metroya Bakı Dövlət Universitetinin binası görünür, dedim sizə. Beləcə liftdən çıxan kimi sağa, bir də sağa, belə son qapı bizimdir. Liftdən çıxanda sağa gəlirsiniz bu yola, qabaqda liftin. Oradan sağa dönürsünüz və bir daha sağa dönərək bizə qonaq gələ bilərsiniz. Buyurun, gəlin. Məni Dodo redaksiyada problemlərimizi danışan adətlərimizdən, ənənələrimizdən, kitablarımızdan, yazı pozularımızdan kimin nə sualı varsa buyura bilər, kimin nə sıxıntısı varsa, şikayəti varsa müraciət edə bilər. Sizlərin xidmətindəyəm. Çətinlikləri var, sizlərin köməyinə ehtiyacı var. Biz birlikdə bunları edə bilərik. Çünki artıq maliyyə ilə maddi və mənəvi dəstək olmadan Dodo redaksiyası yeriyə bilməz. Bir daha təbrik edirəm sizləri də ki, Dodo yenidən ofisdədir. Çünki elə olurdu ki, zənglər olurdu, mən görüşə bilmirdim, hər kəsə evə dəvət edə bilmirdim. Çünki evim də çox uzaq biraz. Hər birinizi yolunu gözləyirəm, əziz dodo sevərlər və sizləri də təbrik edirəm ki, Dodo qəzeti artıq redaksiyasında öz işinə başlayıb. Xoşça qalın, Allah amanlıq, görüşmək ümidi ilə. Sağ olun.